Günorta saat 4-ün yarısıdır, havanın temperaturu da 40 dərəcəyə yaxındır. Yəni bildiyiniz dəhşət isti var və çəkilişdən qayıdarkən də avtomobilimiz xarab oldu və bizə kömək lazımdır. Və kömək gələcək insanlara ünvan deməliyik ki, biz buradayıq. Amma hansı ünvan deyə bilmirik. Çünki küçədə, divarlarda bir küçə adı yoxdur ki, biz hazırda harda olduğumuzu kiməsə bildirək. Hamı deyir konum at. Pusat eləsi var ağsaqqal adamdır. Mən 15 ildir burada yaşayıram, burada küçə adı yoxdur. Konum at deyənlər kimlərdir? Gələnlər, skoro gəlir, bura pajarın gəlir, xəstə var, burada yaşayan. Onlar ki, zəhmət olmasa buraya küçə adı versinlər. Şəhidlərimizin bir gözəl o qədər adlar var ki, o qədər mərd oğlanlarımız var. Onların bir dənə gözəl adlarından versinlər. Biz bura skora çağırırıq, xəstədir, uşaq var, gəlmir, konum istəyir. Pajar nə olur, pajarını çağırırıq, gəlmir, konum istəyir. Məcbur şəhərdən gələn qonağımız olur, xaricdən gələn qonağımız olur, gəlib taksi buranı tapa bilmir. Nə olub ey Mürvət? Yaman yorğun görünürsə. Nə olacaq ay Sərxan? Göradildə avtomobil xarab oldu da. Orada baxdım ki, küçənin adı yoxdur, köməyə adam çağıra bilmədim. Gecə-gecə günün altında gəlib çıxmışam Corata. Baxıram ki, burada küçənin adı yoxdur. Bəs indi mən köməyə necə adam çağırım? Bilmirəm, nə edim. Hansı küçədir bu? Bilmirəm qardaş. Küçənin adını bilmirsiniz də burada? Yox. Var prosedur divarlarda yoxdur. Belə bilirsəniz bə küçənin adı nədir? Yox, buranın yox. Bu küçənin adı var dayı. Məsələn, mən indi köməyə çağırmaq istəyirəm. Avtomobil xarab olub. Nə deyim, hara gəlsinlər? Buranın adı yoxdur. Yox da. Heç vaxt olmuyor buranın adı. Yox. Deyirsən, məsələn, burada dəniz qırağında gəl, Okey marketin yanına və Regnumun yanına və yaxud Abidənin yanına. Elə. Yəni belə küçənin konkret adı yoxdur. Hər yerdə küçə var, amma burada yox. Dayı, bizə lazımdır bu küçənin adı. Bilmək istəyirik biz hazırda hansı küçədəyik? Sahil olmalıdır adam. Sahil olmalıdır. Amma dəqiq sahildə bilmirik. Evdəsən bir kömək lazımdır. Bir xəstələndin, bir hadisə baş verdi, zəng elədin, nə deyəsən? Düz deyirsən də qardaş. Yəni bir kömək çağıranda qaldıq köməksiz. Yazılmışdı, ancaq hamısı var idi burada. Niyə də uğradılar? Nə bilim nə olub. İndi hara gedirsən Mürvət? Ay Sərxan, deməli, Coratdan keçdim Novxanaya ki, burada böyük evlər, villalar var. Bəlkə burada yaşayan insanlar bahalı insanlardır deyə divarlarda bir yazı olar, küçələrin adları olar ki, mən də köməyə adam çağırım, deyim hardayam. Baxıram ki, burada da yazı yoxdur. Küçənin adı var burada. Xeyr. Əvvəldən burada küçənin adı olmayıb? Xeyr, olmur. Olmayıb. Yox. Bura gələndə, gedəndə bəs nə deyirsiniz? Hara gedirəm, hara gəlirəm? Bağa. Burada bağ axı böyüdür. Küçələrin adı yoxdur ha burada. Yəqin ki, yoxdur. Belə yoxdur. Növbəti getdiyimiz ünvan Xəzər rayonu Şüvəlan kəndi oldu ki, orada da hər hansı küçə adına rast gəlmədi. Bəs niyə Bakının kənd və qəsəbələrindəki əksər küçələrin adı yoxdur? Məsələ ilə bağlı əmlak məsələləri dövlət xidmətindən bildirildi ki, əslində müvafiq portalda bütün küçə və prospektlərin adı qeyd olunub. Amma küçə adları, prospektlər və digər ünvan göstərici lövhələrinin eləcə də bina nömrə lövhələrinin quraşdırılması qurumun səlahiyyətlərinə aid deyil. Bu işlər qanunvericiliyə uyğun olaraq müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mövzu ilə bağlı əlaqə saxladığımız bir neçə icra hakimiyyətindən isə oxşar cavab aldıq. Ünvan lövhələri satın alma predmeti olduğundan hazırda aidiyyatı qurumlarla razılaşdırılaraq həyata keçirilməsi üzərində iş aparılır. Hansı küçələrdə lövhə yoxdursa, onlar da müəyyən olunaraq bərpa edilir. Bilmirəm nə deyim, harda olduğumu necə bildirim, çarəsizəm. Bəlkə bu gedişlə Baku TV-yə piyada getməli oldum.